Sepah hədələdi. Bölgədə hər şeyi məhv edəcəyik. Kanala abunə olub video bəyənməyi unutmayın. ABŞ prezidenti Donald Trumpın İran infrastrukturuna zərbə endirməklə böyük təhdidləri gerçəkləşərkən ölkənin silahlı qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbə endirəcək. Axaraz xəbər verir ki, bu barədə Sepah bəyanat yayıb. Əgər təhdidlər həyata keçirilərsə, İranın təmkinini sayəsində toxunulmaz qalan hər şey yeni bölgədəki bütün infrastrukturun İran silahlı qüvvələrinin güclü zərbə ilə məhv ediləcək. Nəticədə sanki heç vaxt mövcud olmamış kimi infrastrukturunun əsər əlamət qalmayacaq, deyə bəyanatda bildirilib. Vurğulanır ki, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcək. Qeyd edək ki, Tramp ötən gün İranın elektrik enerjisi infrastrukturuna və körpülərə zərbələr endirəcəyini anons edib.